Salamlar hər kəsə. Bugün danışacağım mövzu Azərbaycandakı elita problemidir. Təbii ki, bu ciddi bir mövzudur. Bir YouTube videosu ilə bunu tam izah eləmək olmaz. Bunu çox qısa tutacağım bu videonu. Sadəcə olaraq bəzi təməl şeylər deyəcəm. Oxuduğum bəzi məqalələr əsasında nəticəyə gəldiyim fikirləri sizə söyləyəcəm. Buna görə öncədən təşəkkür edirəm. İlk olaraq elita nədir deyə başlasaq, bunu çox qısa tutacağım. Elita hansısa bir cəmiyyətin seçilmiş təbəqələridir, uğurlu olan təbəqələrdir ki, daha çox göz önündə olurlar və cəmiyyətin stereotiplərini böyük ölçüdə onlar formalaşdırır. Yəni məsələn Azərbaycan deyəndə Azərbaycan prezidenti ağla gəlir, çünki o elitadır. Və yaxud da ki Azərbaycan deyəndə Azərbaycan ən yaxşı idmançıları ağla gəlir, çünki onlar da öz sahəsinin elitalarıdır. Yəni bir cəmiyyətin böyük bir qismi xalqdırsa, çox kiçik bir qismi elit olur ki, o elitlər də bu cəmiyyəti idarə edirlər. Və tarixən də baxsaq, elitlərin önəmini o halda görürük ki, nə zaman elitlərlə cəmiyyətin arası açılır, onlar arasında döyüş başlayırsa, həminki toplum məhv olur. Nətər məhv olur? Həminki o toplum, yəni aşağı təbəqə deyək, ayıb olmasın. Həminki o alt təbəqə, elita deyilən üst təbəqəni sevmir, özününki kimi görmür və həmişə, unutmayın, xalq haqlıdır. Niyə haqlıdır? Çünki xalq dediyimiz bir şey rasional qərar ala bilmir. Çünki çox insan var ortada. Elit ona uyğun davranmalı, onu yönəltməlidir. Əgər yönəldə bilmirsə, yönləndirə bilmirsə nə baş verir? O ona qarşı çıxır və yeni bir elit axtarır. Məsələn, baxarıq buna Çində. 1644-cü ildə Manzurlar gəlir, Çini idarə edirlər. Niyə? Ondan öncə Çin sülaləsinə, Çinli sülaləyə qarşı Çində böyük üsyan qalxmışdı buna görə. Həmin o Min sülaləsinə qarşı qalxan bu üsyan nəticəsində Manzurlar, yəni Çinli olmayan şimaldakı barbarlar gəlir, Çini işğal edirlər və xalq tərəfindən bir növ seçilirlər həqiqətən. Çünki xalq deyir ki, mənə maraqlı deyil sənin etnik kökənin. Mən həyatda qalmalıyam. Bu elit əgər mənim dediyimi eləmirsə, mənə düzgün yönləndirə bilmirsə, mən ona qarşı üsyan qaldıraram. Və düşünün ki, Çində köləlik, yəni Çində baskı rejimi, avtoritar nətər olub, həmişə çox möhkəm olub. Buna rəğmən Çin belə bunu eləyib. Və yaxud da ki, baxırıq ərəb dünyasına. Ərəb xilafəti zamanla zəiflədikcə, elitası getdikcə zəifləyir və xalq nə edir? Hərbi aristokratik qrup olan türkləri öz başına keçirir. Yəni türklər daha doğrusu gəlir və türkləri qəbul edirlər. Yəni bu çox önəmli bir detaldır. Hər zaman elita zəifləyən kimi sivilizasiya da zəifləyir. Xalq yeni bir elit axtarır. Yəni xalq boşluğu doldurur. Ümumiyyətlə cəmiyyətlər boşluq dolduran bir mühərrikdir deyək, bir prosesdir, bir lokomotivdir. Yəni davamlı gedir və boşaldıqca, hansısa bir şeyə ehtiyacı olduqca onu tez əldə etməlidir. Hər hansısa yolla. Bu pis də olsa, yaxşı da olsa bunu əldə edəcək. İndi keçək müasir dövrün elita probleminə. Bütün dünyada elit problemi var bu saat. Bunun ən böyük səbəbləri olaraq Patrick Dinan'ın yanaşmalarına baxacağım. Birinci etibarilə elitalar getdikcə yadlaşır, kosmopolitləşir. Yəni etnik elitalar azalır. İnsan baxır, öz cəmiyyətinin bir nümayəndəsi, baxır görür ki, bunun elitası buna bənzəmir. Nə baş verir? Artıq ona qarşı güvəni ölür. Yəni onu artıq özününki kimi görmür. Buna yadlaşma və yaxud da ki, yersizləşmə deyirik. Azərbaycanda da bu baş verir. Təhsilli adamlar xalqı cahil görür, xalqdan uzaq saxlayır özünü. Çünki xalqı anlamır. Yəni əslində cahil olan özüdür. Bu sosial mövzularda özüdür, xalqı anlamır. Xalqı cahil deməyin mənası yoxdur. Və onu söyləyir, xalqdan uzaqlaşır, ya qınına girir, öz həyatını yaşayır qıraqda. Ya da ki, nəsə eləməyə çalışır, amma burada ikinci problemi görürük. Elitalarımız pərakəndədir. Yəni nəsə eləməyə çalışsa da başqa elitalarla əlaqəyə girə bilmir. Network-ı zəif olur. Yəni bir elit statusu, institutu yaranmayıb. Ona görə Azərbaycanda ikinci problem olaraq elit institutunun yaranmadığını deyə bilərik. Üçüncü problem olaraq örnəksizləşmə deyə bilərik. Yəni Azərbaycan elitası üçün çox böyük örnəklər yoxdur. Azərbaycan Xalq Cümhuriyyətindəki böyük elitaları, yəni Rəsulzadələri misal çəkə bilərik. Bəli, çox önəmli bir elitdir, amma araya Rus təsiri girdiyinə görə Rus sayağı elita daha baskındır, daha güclüdür bu gün üçün və onları da qınamaq olmaz. Onlarla formalaşması üçün yəni bir durum yaranmışdı və formalaşdılar, yarandılar da. Və bu gün onlar daha baskınlar, çünki daha yaxındılar dövr olaraq, amma xalq tərəfindən anlaşılmırlar. Ümumiyyətlə xalq anlamadığı, empatiya qura bilmədiyi elitanı silməyə çalışır zamanla. Ya ilk başda çox bəyənir, sevir, çünki özü kimi deyil, onu daha da ilahiləşdirir. Məsəl üçün, bayaq misal çəkdiyim kimi Türk elitaları və yaxud da ki, Monqol elitaları arası gedəndə onları çox böyük görürdülər. Məsələn, avarlar Şərqi Avropaya gələndə onlara böyük insan kimi baxırdılar. Çox üstün şəxs kimi baxırdılar Slavyanlar. Niyə? Çünki fərqlidirlər. Amma zamanla o fərqlilik əslində aranı açır. Ona görə də tez tökür o dövlətlər.
Eyni şey bu Rus elitası üçün də keçərlidir. İlk başda hala diqqətlə rusca danışır. Görürsən nətər önəmlidir kimi fikirlər yaransa da onlarla bağlı zamanla onlar da çökürlər. Ona görə də Azərbaycanda bir elita formalaşmağa başlayır zamanla. İndi belə deyim sizə, örnəksizləşməni də çəkdik. Bəs xalq bu zaman nə edir? Xalq artıq elitanı özününki kimi görmədikdən sonra bir boşluq yaranır orada. O boşluğu nə ilə dolduracaq? TikToka girəcək, TikTok ərlərlə dolduracaq. Və yaxud da ki, sosial şəbəkədəki bəzi şəxslərlə dolduracaq. Niyə? Çünki insanlar istər-istəməz bir boşluğu doldurmalıdır. Yəni bunu bayaq da söylədim. Və iqtisadi duruma baxırıq, sosial siyasi duruma baxırıq ölkədə. Görürük ki, həqiqətən bu insanlar sıxıntıdadır və nəticə etibarıyla nə edir? Onu sakitləşdirəcək, ona yaxşı gələcək şeylərə diqqət yetirir. Yəni o klonlara baxır, o sosial şəbəkədəki bəzi axmaqlara baxır və hansı nəticə gəlir? Şükür Allaha mən bunun günündə deyiləm. Bu fikri qazanmaq üçün həminki o axmaq gördüyü insanları məşhur eləyir. Və buna görə də Azərbaycanda və bütün dünyada, bu tək Azərbaycana məxsus deyil, bütün dünyada iqtisadi bir krizis var və bu da insanlara bu formada təsir edir. Yəni kapitalizm dövrünün, postmodern dövrün bu bir növ gətirdiyi nəticələrdir. Yəni artıq əvvəlki dövrdəki kimi çox üstün bacarıqlara sahib şəxslər yox, həyatda insanların diqqətini çəkə bilən şəxslər önə çıxır. Bunda səbəblərdən biri də təbii ki, texnoloji inkişafdır. Son olaraq bunu deyə bilərəm ki, Azərbaycandakı elitanın böyük qismi sosial biliklərə sahib deyil. Yəni sosial bilikləri zəifdir. Yəni bir pəncərədən baxanda, bir mövzuya bağlı xalqa baxanda antropoloji aspektdən, tarixi aspektdən, iqtisadi aspektdən, bir çox aspektdən baxmalıdır. Baxa bilmir böyük ölçüdə, çünki Azərbaycan ümumiyyətlə sosial elmlər həmişə zəif olub və bu da mən bunu problem olaraq əlavə elədim. Nəysə, problemlərimi saydım. Çox uzatmaq istəmirəm videonu. Dinlədiyiniz üçün təşəkkür edirəm. Hər şeyi bilmirəm. Hətta dediklərim bir çox səhv ola bilər. Xahiş edirəm ki, səhvəmsə bunu normal elmi üslubda alta yazaraq bildirin. Oxuyacağam, mən də öyrənəcəm. Başqaları da oxuyub öyrənəcək. Buna görə öncədən təşəkkür edirəm. Fikirlərimizi bölüşək ki, elmimiz, biliyimiz daha dəyərli olsun. Uğurlar diləyirəm.